səni sevir. Buna görə də İsa bu dünyaya gəldi ki, biz həyat əldə edək və onu bol şəkildə əldə edək. Amma insan günahkar olduğu üçün çox vaxt gündəlik həyatında Allahı görməzdən gəlir və Allahın ona təqdim etdiyi sevgidən və həqiqi həyatdan könüllü şəkildə imtina edir. Bəs Allah onu görməzdən gələnlərlə necə davranır? Allah haqqında bilməli olduğumuz vacib şey budur. O sevəndir, amma eyni zamanda da ədalətlidir. Allah istəmir ki, insan əzab çəksin, amma etdiyimiz günah cəza tələb edir. Müqəddəs kitab Romalılara məktub 6-cı fəslin 23-cü ayəsində deyir ki, insanın günahının əvəzi ölümdür. Bu ölüm bütün təzahürlərində özünü göstərir. Xəstəliklər, qorxu, depressiya və s. Məhz buna görə Pasxa bəşəriyyətin ən böyük problemi, günah probleminin həlli oldu. Hər birimiz öz günahlarımıza və səhvlərimizə görə cəzaya layiqik. Amma Allah bizə olan sevgisinə görə öz qəzəbini və ədalətini insana, sənə və mənə deyil, öz oğlu İsa Məsihə yönəltdi. Növbəti videoda sən İsa Məsihin sənin üçün şəxsən nə etdiyini öyrənəcəksən.